Çok sağ olun Fuat müəllim. Söz indi Xətai rayon Yeni Azərbaycan Partiyası təşkilat rəhbəri Ramin müəllimə. Çox sağ olun müəllim. Hörmətli ağsaqqallar, sizlərin hər birinizi Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının kollektiv adından və öz adından salamlayıram və sizləri görməkdən böyük məmnunluq hiss edirəm. Əlbəttə ki, bu günləri sizlərin yanında, ağsaqqalların yanında danışmaq mənim üçün həm şərəflidir, həm də böyük bir məsuliyyətdir. Ən əsası isə Ulu Öndərimiz Heydər Əliyev haqqında. Ulu Öndərimiz Heydər Əliyev, hamımız bilirik ki, ta gənc yaşlarından dövlətə, dövlətçiliyə və xalqımıza xidmət edir. Ulu Öndərimiz Heydər Əliyev 41-ci ildən Naxçıvan Muxtar Respublikasında, bilirsiniz, o dövrdə Daxili İşlər Komissarlığında oranın arxiv şöbəsinin məxfi hissəsinin rəisi olub və ondan sonra 44-cü ildə isə dövlət təhlükəsizlik orqanlarında xidmətə başlamışdır. Məhz o dövrdə bilirsiniz ki, o dövrki Sovet İmperiyasının vaxtında o vaxt NKVD deyilən orqan, məsələ dövlət təhlükəsizlik xidmətinin özü Azərbaycan ziyanlarına qarşı bir çox repressiv qərarlar tətbiq edirdilər və məhz Ulu Öndərimiz Heydər Əliyevin 44-cü ildə dövlət təhlükəsizlik orqanlarında işə düzəldiyindən sonra və hətta 67-69-cu illərdə də general rütbəsi ilə həmin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik elədiyi dövrlərdə bu repressiyaların qarşısı alınmış və ən əsası isə milli kadrların yetişdirilməsi və dövlət təhlükəsizlik orqanlarına milli kadrlarla təmin olunmasında Ulu Öndərimizin misilsiz xidmətləri olmuşdur. Mən qısaca bir xronoloji vaxtınızı çox almaq istəmirəm. Tədbirlər də bilirsiniz ki, bu aralarda çoxdur. Ulu Öndərimizin birinci hakimiyyətə gəlməmişdən qabaqçı Azərbaycan Respublikasının vəziyyəti, sonra Ulu Öndərimizin hakimiyyətə gəldiyi dövrü və ikinci dəfə Ulu Öndərimizin hakimiyyətə gəldiyi o aralıqdan qısa bir xronoloji faktları demək istəyirəm. 69-cu ildə Ulu Öndərimiz Komünist Partiyasının birinci katibi seçildiyi dövrdə bilirik ki, o dövrdə Sovet Komünist Partiyasının tərkibində 15 respublika vardı və bunlardan da biri Azərbaycan Respublikası idi. Və Azərbaycan o dövrdə həmin 15 respublikanın arasında iqtisadiyyatı ən zəif bir olan bir respublika. Məhz Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə Azərbaycanın iqtisadiyyatının güclənilməsi, istehsal müəssisələrinin açılması, yüksək mərtəbəli binaların tikilməsi, yolların çəkilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin dövrünə təsadüf edir. 82-ci ildə bilirsiniz ki, Ulu Öndərimiz deməli SR Komünist Partiyasının Nazirlər Sovetinin sədrinin birinci müavini getdiyi dövrdə də, o dövrdə də Ulu Öndərimizə verilən o səlahiyyətlərdən yenə də Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının inkişafına sərf etdi özünü. Baxaq, 87-ci ildə deməli Ulu Öndərimiz Heydər Əliyev o dövrki hakimiyyətdə olan Mikhail Sergeyeviç Gorbaçovun ikiyüzlü siyasətinə öz etirazını bildirərək öz ərizəsi ilə tutduğu vəzifədən istefa vermişdir. Məhz 87-ci illə baxaq 93-cü ilin arasına Ulu Öndərimiz hakimiyyətdən getdiyi bir dövrdə Azərbaycanın başına yenə hansı müsibətlər gəldi, sizlər hamınız bunun şahidi olmuşsunuz. Bu dövrdə erməni separatçıları Rusiyanın dəstəyi ilə deməli Azərbaycana torpaq iddiası ilə və 90-cı ildə də bilirsiniz qanlı bir faciənin törədilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətdə dövründə olmadığı bir dövrdə Azərbaycanın başına bu bəlalar gəldi. O dövrdə bilirsiniz 90-cı ildə hər bir insan, heç bir insanın elə bir cürəti yox idi ki, deməli qanlı 20 yanvar faciəsi ilə əlaqədar Ulu Öndərimiz Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gedərək o vaxt Rusiya İmperiyasının rəhbərliyinə öz etirazını bildirmiş və bu faciənin törədilməsində iştirakçı olan insanların cəzalandırılmasını tələb etmişdir. Özü böyük bir cəsarət tələb edir. Məhz Heydər Əliyev dövlətinə, xalqına olan sevgi hissi idi ki, öz canını belə deyək də təhlükə altına qoyaraq, yəni bu belə deyək, öz milləti ilə əlaqədar törədilən o cinayətin cəzalandırılmasına bağlı o dövrdə Rusiya İmperiyasının hakimiyyətini tənqid etmişdir. Çox böyümərli idi. Böyük bir cəsarət tələb edir. Bu idi Heydər Əliyevin böyüklüyü.
Məhz 93-cü ilə qədər də biz bilirik ki, Azərbaycanımızın 20% torpaqlarımız işğal altına düşdü. O da Ulu Öndərimizin belə deyək, hakimiyyət dövründə olmadığı bir dövrə düşdü. Azərbaycanda hərc-mərzlik, AXC-V Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövründə bildik ki, Azərbaycan hansı bir bəlaları yaşadı. İqtisadi vəziyyətimiz sıfıra, insanların sosial vəziyyətinin sıfıra düşməsi, bəs o dövrdə müstəqilliyimiz, mən bir daha da xatır, siz bunların hamısını məndən yaxşı bilirsiniz, çünki belə deyək, o dövrü yaşamış insanlar, bizim ziyalılarımız və ağsaqqallarımız, yenə deyəcəyim, sizin qarşınızda bunu demək mənim üçün bəlkə də artıq çıxır, amma mən bunu deməliyəm. Müstəqilliyimiz də məhz 90-cı illərdə bilirsiniz ki, Ulu Öndərimiz Heydər Əliyev Naxçıvanda olduğu bir dövrdə, hələ Sovet İmperiyasının vaxtında Ulu Öndərimiz o dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası gedirdi. Məhz Ulu Öndərimizin dövründə o Sovet Sosialist Respublikası sözü deməli Naxçıvan üzərindən götürüldü, Naxçıvan Muxtar Respublikası kimi elan olundu. Bax, bu idi Heydər Əliyevin böyüklüyü. Və Naxçıvan Ali Soveti sözü götürərlər, Sovet sözü götürər, Ali Məclis adı, yenə deyirəm, Ulu Öndərimiz Heydər Əliyevin dövründə oldu. Və ilk dəfə olaraq Azərbaycanın milli bayrağı Ali Məclisin qarşısında, Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə oldu. Ondan sonra Bakıda, Ali Sovetdə Ulu Öndərimiz Heydər Əliyev müstəqilliyin bərpası məsələsini sessiyada qaldırdı və Sovet İmperiyasının tərkibindən çıxmaq məsələsinin məhz təklifi Ulu Öndərimiz Heydər Əliyev verdi. Və mən bir məsələni çox danışmaq istəmirəm, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Heydər Əliyevin böyük bir şəxsiyyət olmalı. Bəlkə də mən deyərdim ki, ola bilər mən nəsə, bəlkə də düz demərəm, ola bilər hansı ölkədə bu hadisə baş verib. Bəlkə də yeganə şəxsiyyətdir ki, Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə xalqın tələbi ilə gəlir. Bir çox dövlətlərdə görürük ki, hakimiyyətə gəlmək üçün ya siyasi partiyalar arasında mübarizə gedir, ya qarşıdurma olur, ya qan tökülür. Amma Ulu Öndərimizin hakimiyyətə gəldiyi dövrə baxaq 93-cü ildə. Xalqın tələbi ilə. Heç bir mübarizəsiz. Və hətta dəfələrlə Ulu Öndərimiz Heydər Əliyev özü ekrandan deyir ki, mən gəlmək istəmirəm. Amma xalq onu tələb elədi. 92-ci ildə noyabr ayının 20-də də Yeni Azərbaycan Partiyasının yaranması da məhz xalqın tələbi ilə oldu. O dövrdə AXC Müsavat Partiyası hakimiyyətdə olduğu dövrdə belə 550 nəfərdən yuxarı ziyalı Naxçıvana səfər etdi və partiyanın təsis konferansını keçirdi. Baxın, Heydər Əliyevə olan böyük məhəbbətə xalqa. Və məhz Ulu Öndərimiz Heydər Əliyev gələndən sonra hakimiyyətə birinci məqsəd Azərbaycanın iqtisadiyyatını yüksəltmək, insanların sosial vəziyyətini yüksəltmək və ərazi bütövlüyümüzü ən əsası bərpa eləmək. Və bunun üçün nə lazım idi? Güclü ordu. Güclü ordunun yaranması üçün nə lazımdır? Güclü iqtisadiyyat. Bəs 94-cü ildə də güclü iqtisadiyyatın yaranması üçün Ulu Öndərimizin əsrin müqaviləsi neft kontraktları bağlandı və o bu gündə iqtisadiyyatımızın güclü olmasına həmin o neft kontraktlarının əsrin müqaviləsi deyilən müqavilə bu günləri iqtisadiyyatımızın da güclənməsinin səbəbi növrəsi 94-cü ildən bu. Və mən yenə də deyirəm, sizlərin qarşısında danışmaq böyük məsuliyyət tələb edir. Fuad müəllim gözəl qeyd elədi. İnsanın kökü, toxumu olmalıdır ki, yəni onu belə deyək də, o irsən gəlir. Bu günlərdə əldə olunan qələbə, əldə olunan zəfər məhz Ulu Öndərimizdən Azərbaycan xalqına miras qalmış möhtərəm prezidentimiz Cənab İlham Əliyevdir. Ulu Öndərimiz özündən sonra da Azərbaycana böyük bir miras qoydu. Bugün əldə olunan zəfər dünyada biz güclü dövlət kimi qəbul olunuruq. Qalib bir dövlət kimi qəbul olunuruq və bugün Azərbaycan vətəndaşları bütün dövlətlərə gedəndə başuca gedir şərəflə ki, biz qalib dövlətin nümayəndələri. Bundan şərəfli mən hesab edirəm ki, insan üçün heç bir şey ola bilməz. Biz qalib bir dövlətin, qalib bir vətəndaşıyıq. Bizim Ulu Öndərimiz kimi şəxsiyyətimiz və cənab prezidentimiz kimi böyük bir şəxsiyyətimiz, qalib bir liderimiz var. Və mən bir daha da Allah Teala'dan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirəm və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qarşısında baş əyirəm və hesab edirəm ki, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan dövləti var,
Ulu önderimiz Heydər Əliyev hər zaman yaşayacaq və hər zaman bizim qəlbimizdə olacaq. Çox sağ olun. Qəsdən biraz sağ olun. Çox sağ olun müəllim. İndi isə sözü Pənah müəllimə. Xətai rayon icra hakimiyyəti. Çox sağ olun müəllim. Mən də hər birinizi salamlayıram. Və burada elə bir adam tapılmaz ki, Ulu Öndər haqqında danışması, daha doğrusu danışması, çünki hər bir kəsində xatirələri vardı. Mən elə o 20 yanvar hadisələrindəki o məşhur Moskvadakı nümayəndəlikdə olan mətbuat konferansından demək istəyirəm. O konferansda şəxsən mən iştirak eləmişəm. Onda 5-ci kurs tələbəsi idi Moskva Dövlət Universitetinin. Deməli, hadisələr baş veriləndən gündən sonra orada bir insanlar tərəfindən, belə deyək də, o ziyalılar tərəfindən, mən tələbə idim, amma orada tanınmış ziyalılar tərəfindən yığıldılar, bir qərargah forması da yaradılmışdı, sonra sabahsı günü yararın 21 idi və o insanlar belə deyək də, toplaşmaq üçün, idarə eləmək üçün yığışmışlar. Bizə dedilər ki, Heydər Əliyev, yəni orada o, bilməm, nümayəndəlikdə olanlar varsa da, orada ikinci mərtəbədə Aksalı, Xalqorda İlçinin Aksalı yerləşidir. Bizə ki, Heydər Əliyev və hamı, və o rəyasət qeydiyyəti ki, kim var idi, hətta onların içərisində bəzilərində Lalə Kökən oradaydı. Və bəziləri dedi ki, nə üçün gəlibdi, bunların üzərində bu sözləri dedi, amma adam pilləkənlərdən qalxıb, o zalda görüşəndə həmin o deyən adamların özləri dik durdular ayağa. Yəni, özlərindən asılı olmadan belə. Və o mətbuat konferansı da məşhurdur. Yəni, mətbuatla məşğul olan insanlar çox gözəl bilirlər. Bu vaxtı Sovet dövründə nə vardı? 2-dən 3-dən televizyon var idi. Yəni, 2 radio var idi. O da ki. Və mən birinci dəfə orada nə qədər deməli, xarici dövlətlərin o Associated Press-dən tutmuş bütün onların hamısının o nümayəndələrini görür. Yəni birinci dəfə idi çoxlu kameranı bir yerdə görür. Əslində qalanda birisi nətərdir? Onlar Azərbaycan xalqının o yaşadığı faciəni canlandırmaq üçün yox, onu yaymaq üçün yox. Onlar Heydər Əliyevin ora gəlişinin üçün gəlmişdi ki, onlar məhz gözləyirdilər ki, o söz nədirsə də o sözü Heydər Əliyev məhz deyəcəkdir. Çünki o cəsarəti onlar hamı, dünya bilirdi də adamın cəsarətini tanıyırdı və həqiqətən də orada birbaşa ki, deyəndə ki, Qarbaçovun əli Azərbaycan xalqının qanına batırdı və bunun günahkarı, səbəbkarı odur və yəni bunu demək üçün bayaqları qeyd olundu, həqiqətən də cəsarət tələb olunurdu və bunu elədi. Və o, ondan sonraki dövrdə artıq onun deməli, tirajdanlığı göstərildi. Bu Moskva ilə olan bir xatirədir. Bir də ki, bu günləri oturduğumuz bu məkan, bu ərazi bir mənalı şəkildə həm biz gözəl bilirik ki, Ulu Öndər həm Azərbaycan memarıdır, həm də bu Əhmədlinin, Xətainin memarıdır. Vaxt var idi ki, bu kvadratlar deyilən zaman, hamısı onun dövründə tikilibdir. Və 2000-ci ildə bizdə o Heydər Əliyev Parkı yaradılanda ilk park idi ki, Əli Əhmədovun vaxtında, Əli müəllim gəlmişdi, onda birinci başçı. Orada bir bataqlıqdır, o ərazini tanıyanlar yaxşı bilir ki, orada həmişə su axırdı, insanlar tərəfindən zəbt olunmuşdu, bir bataqlıq idi. Yəni, heç kim düşünmür ki, orada belə bir abad Heydər Əliyevin adına bir park salına bilər. Həqiqətən də 2000-ci ildə və Ulu Öndərin özü məhz orada iştirak edirdi, o açılışını elədi. Çox yaxşı yadındadır, adam şəlalənin açılışını elədi, o düyməni bastı, sonra oturdu orada, pencəyini çıxartdı və səhnə qurulmuşdu. Bax, indi bəlkə də çoxları o qədər də bilmirlər, amma o niyə görə maraqlı görünür də, parka girəndə görürsünüz ki, heykəl o abidə belə fərqli formada dayanır. Nə mərkəzdədir, nə böyrdə. Yəni, orada bir səhnə qurulmuşdu. Adam gəldi, Ulu Öndər, gəzə-gəzə gəldi, keçdi. Birdən gördü ki, səhnədə konsert var, çıxdı birbaşa ora. Bax, həmin onu tarixi kəlamları orada dedi ki, mən Əhmədlini çox istəyirəm, bunun havası yaxşıdır, gözəldir. Rəfail Abdullayevdən, Allah Verdiyevdən xahiş edəcəm, burada mənə bir mənzil versin, mən burada gəlib yaşayayım, buranı çox sevirəm.
Həqiqətən də ki, o sonra 2007-ci ildə o restavrasiya onun abidəsi qoyulan zaman belə məsləhət bilindi ki, məhz o səhnə qurulan yerdə onun abidəsi də orada ucaldıldı. Yəni bunların bizim xatirələrimiz həqiqətən də çoxdur və böyük bir tarixi zamanları yaşadıq. Həm çətin zamanları yaşadıq, həm də bu günləri artıq o ulu önlərin belə Moskvadan dediyi fikirlərin o yadınızda yəqin ki, bu sosial şəbəkələr, daha doğrusu internet səhifələrindən rast gəlib hər birimizdə ki, o Koçaryanla bir görüşü vardı. O Heydər Əliyev deyir ki, biz qayıdacağıq, biz gələcəyik, biz qayıdacağıq filan. O da bir istehza ilə bir baxır. Amma bugünkü günü kəşki istəyərdi ki, onu görək ki, adam indi hansı gündə doğrudan da o adamın, ulu öndərin o vaxtı dediyi söz həqiqətən də yerini tapdı. Nəinki yerini? Hətta 200 il əvvəl bu işğal olmuş torpaqlar tam geriyə qaytarıldı. Mən bayaqları baxıram ki, deməli bunlar hələ indi də elə internet səhifələrində var ki, yazıb Azadlıq Radiosu ki, orada ermənilərin bir xramı var idi şeydə, Xankəndində. Yox, Xankəndindəkini göstərilir. Mən də maraqlı olur, o Google Earth yəqin ki bilirsiniz də, o illərlə qaytarır. Ki, və qaytardıq, gördük ki, orada heç nə olmuyordu. Onu sonradan tikiblər, o restavrasiya ki, eləyiblər. Yəni, bu günləri artıq o torpaqlarda biz varıq. Bu günləri heç kimin ağlına gəlməzdi ki, haçansa Xankəndi ermənisiz olacaqdı, Qarabağ ermənisiz olacaqdı. Özdə heç kim onları qovmadı və çox gözəl bir siyasətin nəticəsində onlar getdi, hətta yolda belə bir təkliflər oldu ki, bəlkə elə Azərbaycan vətəndaşı olub qalarsınız, qəbul edəcək, getdilər. İndi də getməklərin peşmançılığını da çəkdilər. Bu günlərdə hamısı göz qabağındadır. Bu Azərbaycan Heydər Əliyev ideologiyasını, Heydər Əliyev siyasətini və Azərbaycan diplomatiyasının ən böyük təntənəsidir ki, bugünkü günü bayaqları qeyd olundu ki, Cənab Prezidentin gəlişində, yerişində, duruşunda ona həsrətlə baxan dünənlərin 44 günü müharibədə bizə təzyiq göstərənlər indi ona həsrətlə baxırlar və ən əsası odur ki, əlini sıxmaq üçün sözün əsl mənasında növbəyə dayanıblar. O, Serbiyanın başlı, Vučićin o dediği söz ki, mənim yaxşı dostum, bu nəinki bizim bütün Avropanın yaxşı dostudur, indi heç onun telefonu da tapa bilmirəm ki, təzədir. Yəni, bunlar simvolik olaraq deyiləndir, amma dərin mənası olan bir məqamlardır, məsələlər ki, bugünkü günü biz onu yaşayırıq, bugünkü günü biz onu görürük. Necə ki, ulu öndər, cəsarətli fikirləri o zamanda 20 yanvar hadisələri zamanı o konferansda demişdi, mətbuat konferansında bu günləri Cənab Prezidentin o cəsarətli addımlarını fikir verirsiniz, necə? Yəni, bu elə-belə söhbətdir. Bu günləri dünyanın bütün dövlətlərinin, bütün əksəriyyəti, xüsusən də belə kiçik dövlətlərin hamısı təzyiqlər altındadır. Kimlərin isə təzyiqini. Amma adam müstəqildir, müstəqil siyasət yeridir. Hətta ən böyük derəcə ola belə deyək ki, Rusiya qarşısında dayana bilmir. Və ən əsası da odur ki, yəqin ki 8 avqustdakı o Ağ Evdəki, 25-ci il Ağ Evdəki görüşdə o Trump'ın ona necə həsədlə baxdığını fikir vermişsin. Mən ən çox ona fikir verim ki, adam belə çox böyük həsədlə. Və sonraki görüşlərində də birbaşa Heydər Əliyev, İlham Əliyevi göstərərək dünyanın böyük lideri deyə təqdim edir. Bax, biz bu günləri bu böyük bir insanın qurduğu, yaratdığı bir dövlətdə, bir cəmiyyətdə yaşayırıq. Bundan sonraki dövrümüzdə düşünürük ki, ən yaxşı yönlərimiz hələ də qabaqdadır, ən yaxşı inkişaf edəcək dövlətimiz hələ də qarşıdadır. Sizə hər birinizə uğurlar arzulayıram. Çox sağ olun.